etdirirlər. Açılış mərasimi isə hələ davam edir. Xuraman Yusifova hakimlər adından and içir. 一つ我々はこの真髄を極め、金に発し、神にびなくこと。一つ我々は質術、語権をもって軸の聖書の管理をすること。一つ我々は礼節を重んじ、長女を敬し、祖母の振る舞いを慎むこと。一つ我々は神仏を尊び、健常の美徳を応募するざること。一つ我々は知性と他を良好、と向上させことに臨んで歩つざること。一つ我々は生涯の修行、彼との道に通じ、極致な道を待つすること。Hər bir yarışı ədalətlə idarə edəcəklərinə və hər bir idmançının hazırlıq səviyyəsini lazımınca qiymətləndirəcəyinə, onların tətbiq edəcəyi fəndləri vaxtında qeydə alacağına, onların müvafiq ballar veriləcəyinə və yarışda yalnız haqqın, ədalətin tərəfində duracaqlarını vəd edən, bu barədə and içən hakim. Təbii ki, yarış iştirakçıları arasında da hər bir karateçinin, hər bir idmançının qələbəyə can atmasına bu sözlər sanki bir zəmin yaradır və idmançılar da bu əhval-ruhiyyə ilə belə bir ovqatla yarış meydanını tərk edirlər. Beləliklə açılış mərasimində idmançıların da paradı başa çatır. İndi nümunəvi proqrama başlanacaq və bu proqramda da karateçilərin bir-birindən maraqlı nümunəvi çıxışları olacaq. Tataminin mərkəzində iri bir təbil qoyulub və bu da yarışın qaydalarına uyğundur. Qədim Yapon ənənələrinə uyğun olaraq yarışlardan əvvəl ümumiyyətlə hər hansı bir təlimin üzrə tədbirlərdən əvvəl bu cür iri təbillərlə sanki idmançıları mübarizəyə, qələbə qazanmağa səsləyirlər. Belə bir qeyri-adi ayinlə dünya çempionatının iştirakçılarını qələbəyə, mübarizəyə səsləyirlər. Nümunəvi çıxışlarını izləyək.